Biri görsən sənin barəndə bir pis söz danışır, pis şey fikirləşir, ya suizən edir, ya qeybət edir. Sonra gəlir sənin yanına halallığa. Elə mən hazır yaşadım, məsələn, qeybətini eləmişəm, getmişəm halallığa. Yaxçı, indi bu da hacı da mənə deyir ki, eləmişsən, yaxşı. İndi mən səni axırda inşallah bəlkə halal elədim. Amma sənə bir dənə sualım var, mənə cavab vercinən. Qardaş, buyur, məcburam da qardaşlarından deyəm ki, halal eləsin. Yaxşı, özdə xəssiyyəti biraz tündür. Deyir, bax, sən ki, mənim qeybətimi elədin, mənim barəmdə suizən elədin, bu sözləri danışdın, məsələn, abrımı apardın, filan, bəsməkan, nə bilim, nə, özü də o sirkəba buladın. Bu təmənlə ilə ki, gəlirsən nə eləməyə? Məndən halallıq almağa. Bəlkə Allahın köməyinə, Əzrail əleyhissalam, sən oradan qalxmamış gəldi, qoymadı səni gəlməyə halallıq almağa. Onda nə eləyəcəksən? Onda nə tər eləyəcəksən? Məsələyə necə əlli eləyəcəksən?